Gəlin görək sözlər sətirdən sətrə necə keçir. Sözü sətirdən sətrə keçirmək üçün nə deməliyik? Hecalara bölməliyik. Hecalara bölməliyik. Bir də deyirəm, hecalara böləndə də işarənin adı nədir? Defiz. Sətirdən sətrə keçirdəndə də o işarənin adı nədir? Defiz. Qətiyyən ona tiri demək olmaz. Məsələn, əgər bizə deyirsə, dəftər sözünü sətirdən sətrə keçir, necə hecaya bölürsənsə, o formada da sətirdən sətrə keçirirsən. Demək ki, dəftər, hə? Yəni biz dəftər sözünü həm düzgün hecaya bölmüşük, həm də nə eləmişik? Düzgün sətirdən sətrə keçirmişik. Demək, sözü sətirdən sətrə keçirmək üçün nə eləmək lazımdır? Hecalara bölmək lazımdır. Gəlin görək, nələri sətirdən sətrə keçirmək olmaz? Qeyd edirik buradan. 1. Tək hecalı sözlər. Tək hecalı bir sözdür, yəni tərkibində bir sayt olan sözlərdir. Tək hecalı sözləri qətiyyən sətirdən sətrə keçirmək olmaz. Məsələn, götürək top sözünü. Nə bilim, götürək kök sözünü. Şolar. Biz bunu necə sətirdən sətrə keçirdə bilərik? Yəni, bu mümkün olan bir şey deyil. Nə dərəcədə düzgün olur? Təsəvvür elə, top. Axı adama deyərlər ki, hər hecanın içində bir dənə sayt olmalıdır. İşte, heç bu hecaya bölünmür ki, sən bunu bir sətirdən sətrə keçirdəsən. Söz sətirdən sətrə necə keçir? Hecalara bölünməklə. Demək ki, əgər sözün içində bir dənə sayt varsa, biz onu sətirdən sətrə keçirdə bilməliyik. Bax, belə testlər var. Topluluqda da var. Məsələn, deyir ki, hansı sözlər sətirdən sətrə keçmir? Sən yanında saxlamalısan. Müəllim nə öyrətmişdi? Nələr sətirdən sətrə keçmir? Biri nə idi? Tək hecalılar. İkinci, görək başqa nələri sətirdən sətrə keçirmək olmaz. Uşaqlar, tərkibində litr, nə bilim, metr, qram, nə bilim, kiloqram, faiz, sot, hətta bax illər, məsələn, 2025-ci il, 26-cı il, bunlar sətirdən sətrə keçmir. Yəni, biz gedib testlərdə belə bir şey görsək, misal üçün 15 defiz sot, torpaq aldım, olmaz. Yəni, bu düzgün deyil, bu sətirdən sətrə keçmir. Tərkibində litr, qram, metr, kiloqram, nə bilim, yəni, bunlar olanda qətiyyən bunlar sətirdən sətrə keçmir. Sonra, uşaqlar, saf heca sətirdən sətrə keçmir. Saf heca. Bayaq öyrətdim. Saf heca nə idi? Bunlar əvvəlki biz dərslər, hə? Saf heca bir sayt, eləmi? Bax, məsələn, hansı söz sətirdən sətrə səhv keçirir deyəndə. Məsələn, baxın, verib tutaq ki, ilan. Bu səhvdir. Niyə? Çünki burada saf heca var. Axı, saf heca sətirdən sətrə keçmir, hə? Məsələn, götürək ata. İndi bu düzdür, sətirdən sətrə baxımından. Xeyr, gəlin belə danışaq. İlan sözü hecaya düz bölünür, hə? Amma sətirdən sətrə səhvdir. Ata sözü hecaya düz bölünür, amma sətirdən sətrə səhvdir. Niyə səhvdir? Nə dedik? Çünki bir sayt var, saf heca var, ona görə. İndi çox diqqətlə qulaq. Gəlin, bədii sözünə baxaq. Baxın, uşaqlar, yazıram A variantı. Bədii. Buradan da B variantında yazıram bədii. İndi qulaq asın. Başqa nümunədə yazıram. Buraya yazıram A. A, I, L. Burada B variantında da yazıram A, I, L. İndi diqqətlə qulaq asın. Əgər sualımızın şərti belə olsa, hansı nümunədə, tutaq ki, söhbət bədii sözünə gedir da, əgər bizə deyilsə ki, hansı nümunədə bədii sözü hecalara düzgün bölünüb, nə götürərsən cavab? Niyə beni götürmürsən? Niyə? Çünki hər hecanın içində bir dənə sayt olmalıdır. Axı, burada 2 dənə sayt var, deməli bu düzgün deyil. Ləman dərsə qulaq asırsan, yoxsa yox? Yaxşı, indi ikinci sual. Hansı nümunədə bədii sözü düzgün sətirdən sətrə keçirilir? Nə götürərik? Sətirdən sətrə keçirilir. A yoxsa B? B. Niyə B? Baxın, niyə görə B? Niyə A olmasın? Ona görə ki, saf heca var. Hə? Saf heca sətirdən sətrə keçirilir. Bax, ona görə. Bəs yaxşı, indi gəlin belə deyək. Bədii sözü, əgər bu formadadırsa, sətirdən sətrə düz keçirilir, hecaya səhv bölünür. Hə? İndi gəlin bu birinə baxaq. Götürürük A variantını A ilə, B-də də A ilə. İndi sual, xanım, deyirəm ki, hansı nümunədə ailə sözü hecalara düzgün bölünməyin? Bölünməyin. Heca deyim, sətirdən sətrə söhbət eləmədim. Niyə B? Niyə B? Çünki B'de düzgün deyil. Nəyə görə? Birində 2 sayt var. Vəssalam.
biz demişik ki, hər hecanın içində bir dənə sait olmalıdır. Axı, ailə sözündə, B variantında, axı biz bir hecanın içində 2 sait görürük. Olmaz axı, hə? Deməli, əgər ailə sözünün düzgün hecaya bölünməsini istəyirsə, o zaman cavab nə olar? A variantı. Amma bizə desək ki, hansı nümunədə ailə sözü sətirdən sətrə səhv keçirilir? Onlara götürək. Yenə də A götürək. Niyə? Ona görə ki, saf heca var. Saf heca sətirdən sətrə keçmir. Hə? Deməli, ailə sözü sətirdən sətrə düzgün keçirilir B variantında. Ailə sözü hecalara bölünüb düzgün A variantında. Bədii sözü hecalara düzgün bölünüb A variantında. Amma B variantında bədii sözü düzgün şəkildə sətirdən sətrə keçir. Bunu da başa düşdük. Görək sonra nəyi? Necə sətirdən sətrə keçirdək? Deməli, nə nəticəyə gəldi? Saf heca sətirdən sətrə keçmir. Təkhecalı sözlər sətirdən sətrə keçmir. Tərkibində litr, metr, qram, faiz, sot falan filan bunlar da keçmir. Sonra davam edək. İndi gələk, baxın uşaqlar. M, Ə, Sabir. Nə demək oldu? Mirzə, Ələkbər, Sabir. Hə, uşaqlar. Lap, Molla, Pəna, Vaqif. İndi qulaqsın. Əgər belə sözlər düşsə ki, bizdən tələb eləsə ki, bunu düzgün sətirdən sətrə keçirdi. Yadda saxla. Belə deyim da sənə, bu saldırılmış baş hərflərə dəymə. Sən bütöv yazılmış sözü sətirdən sətrə keçir. İndi gəlin belə deyək. M, defiz, Ə, Sabir. Düzgün sətirdən sətrə keçirdi? Bəs yaxşı, belə eləsəm. M, Ə, defiz, Sabir. Düz olar? Yenə xeyir. Bəs yaxşı, belə eləsəm. M, Ə, baxın, Sabir. Düzdür? Xeyr. Biz niyə? Axı, heca, samit hecanı formalaşdır. O zaman ən düzgün nətər olmalıdır? M, Ə, Sabir. Bəli, bax bu formada. İndi Molla Pəna Vaqifə bax. Əgər sətirdən sətrə belə keçsə, M, defiz, P, Vaqif olar? Olmaz. Bəs yaxşı, M, P, defiz, Vaqif olar? Bu da olmaz. Bəs yaxşı, M, P, Vaqif şəklində eləsəm, bu da səhv olar? Ən düzgün nətər olar? M, P, Vaqif şəklində sətirdən sətrə keçmək lazım. Yəni, bunu da bilin ki, yəni insanın adı, soyadı, əgər belə deyim, soyadı, baş hərfi qısa verilirsə, ad töv verilirsə, nə eləmək lazımdır? Rəzb sətirdən sətrə keçmək lazımdır. Mürəkkəb söz nəyə deyil? Deyir, mürəkkəb söz nəyə deyil? İki və daha artıq sözün birləşməsindən mürəkkəb söz deyil. İndi gəlin görək, bəs mürəkkəb sözləri necə sətirdən sətrə keçirdək? Mürəkkəb sözləri. Mürəkkəb sözləri sətirdən sətrə keçirtmək üçün onun tərkibindəki sözləri ayrılıqda hecalara bölməliyik. Məsələn, uşaqlar, yazıram bura. Kəklik-otu. Hə? Kəklik-otu mürəkkəb sözü, çünki içində bir kəklik, bir ot var. Yazıram bura. Yarımada, yarımada. Elə? Yarımada kəklik-otu. İndi fikir verin. Bunlar mürəkkəb sözdür. Əgər biz kəklik-otunu indi yazacağım formada sətirdən sətrə keçsək, belə eləsək, məsələn, kək, li, ko, tu. Sizcə bu düz olar, səhv olar? Niyə səhvdir? Niyə səhvdir? Dedik ki, mürəkkəb sözü sətirdən sətrə keçmək üçün nə eləməliyik? Hər bir sözü ayrılıqda hecəyə bölməliyik. Kəklik sözünü ayrılıqda hecəyə bölübdür bu? Xeyr. Bu belə olmalıdır. Kək, lik, otu sözünü də ayrı bölək. Deməli, ən düzgünü budur, sətirdən sətrə baxımından. İndi yarımada sözünə baxaq. Mən belə eləyirəm. Da. Düz elədim. Səhvdir. Niyə? Mən yarımı ayrı bölməliyəm. Adamı da ayrı. Deməli, belə olmalıdır. Yarım, da. Ən düzgünü budur. Başa düşdünmü? Vəssalam, sətirdən sətrə keçmə qaydaları da budur ki, nəyi düz eləyək, nəyə diqqət eləyək, gəlin nə nəticəyə gəldi? Sözlər sətirdən sətrə necə keçir? Deyin görün. Hecalara bölünməklə. Yaxşı, nələri sətirdən sətrə keçmək olmaz? Bir. Mürəkkəb adları. Mürəkkəb adları niyə keçsinsə? Sadəcə onun baş hərflərini, o Kilogram, qram, bütün söz faizlə olanlar. Aha, tək hecaları olmaz. Düzdürmü? Mürəkkəb sözləri sətirdən sətrə necə keçirdi? Neyniyə? Hər sözü ayrıca hecaya bölünür. Nəyə görə, məsələn, inək sözü sətirdən sətrə keçir? Niyə?
inək böləndə, yəni orada saf heca var. Onda biz nə deyə bilərik? Deyərik ki, inək sözü bu nümunədə düzgün hecaya bölünür, amma sətirdən sətrə baxımından səhvdir. Başa düşdük sətirdən sətrə bölünmə qaydalarında? Vəssalam.